Salam, test toplusu birinci hissə 2025-ci il elektrolizm bəhsinin suallarına baxırıq. Demək, birinci sualda deyir ki, kalium sulfidin suda məhlulun elektrolizi zamanı anodda hansı maddə alınır? Ümumiyyətlə, elektrolizə aid məsələləri həll etmək üçün, testləri, sualları cavablandırmaq üçün biz nəzəriyyə hissədən mütləq ki, kationların və anionların aktivlik sırasını bilməliyik. Yəni, bunu bilmədən sualları cavablandıra bilməyəcəyik. Yəqin ki, bunu hər biriniz bilirsiniz, kationların və anionların aktivlik sırasını. Mən öncədən istəyirəm bunları bir qeyd eləyəm. Demək, kationların aktivlik sırası bildiyimiz kimi litium, sezium, rubidium, kalium, barium, stronsium, kalsium, natrium, magnezium, alüminium, mangan, sink, xrom dəmir, nikel, qalay, plümbum, hidrogen və pasiv metallar mis, civə, gümüş, platin, qızıl. Aulium. Bu kationların aktivlik sırası və eyni zamanda anionların aktivlik sırasını bilməliyik. Anionlar isə bildiyimiz kükürdlə başlayır. Kükürd və halogenlər, yəni yod, brom, xlor, OH və turşu, oksigenli turşu qalın anionları SO4, NO3, sonra gəlir PO4, CO3 və sonda gəlir flor. Demək, bu sıranı biz bunları mütləq bilməliyik və verilən sualları bunlara nəzərən cavablandıracağıq. İndi birinci sualda deyir ki, kalium sulfidin suda məhlulun elektrolizi zamanı anodda hansı maddə alınır? Bildiyimiz kimi kalium sulfidin elektroliz etdikdə, baxın göstərirəm, mən kalium sulfidin elektrolizini, suda məhlulunun elektrolizini HOH da yazacağam. Elektroliz zamanı anodda deyir hansı maddə alınacaq. Mən yazıram, anod müsbət yüklüdür, katod da mənfi bildiyimiz kimi. Elektrodlar çəkirəm 2 dənə və qabın içərisində, baxın bu qabdır da, qabın içərisində sanki nələr var? Deməli, kalium müsbət iyonu, kükürt mənfi 2, hidrogen müsbət, OH mənfi iyonları var. Bildiyimiz kimi müsbətlər mənfiyə, mənfi də müsbətə doğru, elektroda doğru cəzb olunmağa başlayacaqlar, düzdürmü? Yəni, anodda baxın, anodda nələr gəldi? Anoda gəldi, anionlar gəldi, kükürt və OH. Katoda gəldi, kaliumdan hidrogen gəldi. Deməli, anoda indi gəldiyinə görə anodda anionların aktivlik sırasına gedən, yəni anodda oksidaşma prosesi gedəcək və yadda saxlayan, anion nə deməkdir? Baxın, anion mənfi yüklü hissəciklərdir də, düzdürmü? Belə yadımızda saxlayaq ki, ədəd oxunda mənfilər solda yerləşir. Demək ki, anionların aktivlik sırasında ən solda duran ilk növbədə oksidaşma reduksiya prosesində iştirak edəcəkdir. Ən öndə duran, ən solda duran, yəni ədəd oxunda mənfi soldadır. Baxın, elə yadda saxlamaq metodu nəzərindən deyirəm ki, belə yadda saxlayın ki, solda duran iştirak edəcək anionların aktivlik sırasında. Baxın, aniona nə gəlibdir? Baxın, burada anoda nə gəlib? Kükürdlə OH. Kükürd, OH müqayisə edirəm. Baxın, kükürd OH-dan nə qədər öndədir. Deməli, bu prosesdə ilk növbədə kükürd iştirak edəcək oksidaşma prosesində. Anodda nə alınacaq? Kükürd alınacaq. Bizdən də elə anodda alınanı soruşurdu. Cavab olacaq kükürd D variantı. Amma digərinə də gəlin izah nəzərindən diqqət eləyək. Baxın, katodda kaliumdan hidrogen, kalium kationu, hidrogen kationu. Gördüyün kimi kationlar müsbət yüklüdür və ədəd oxunda riyaziyyatdan bilirik ki, müsbətlər sağda yerləşir. Demək ki, yadda saxlaya bilərsiniz ki, yəni sağda yerləşdiyinə görə müsbətlər bu prosesdə ən öndə, ən birinci sağda duran iştirak edəcəkdir. Yəni oksidaşma reduksiya prosesində ən sağda duran birinci iştirak edəcəkdir. Kaliumdan hidrogenə mən diqqət edirəm. Kalium, hidrogen. Görürsünüz, ara nə qədər sağda duran məsafə var. Kaliumdan hidrogen arasında çox məsafə var. Hidrogen eyni zamanda sağda yerləşir. Biz də dedik axı, kationların aktivlik sırasında yadda saxlayın bir qayda olaraq. İlk öncə elektrodlarda ayrılan prosesdə iştirak edən sağda duran olacaqdır. Anionların aktivlik sırasında solda duran olacaq, kationların aktivlik sırasında sağda duran olacaqdır. Deməli, hidrogen
sağda yerləşdiyinə görə bu prosesdə də katodda, yəni hidrogen alınacaq. Demək, gördüyümüz kimi anodda kükürt, katodda isə hidrogen alındı bu şəkildə. İkinci sual indi baxırıq. Hansı bir kation daha qüvvətli oksidaşdırıcıdır? Bunu da nəzəriyyə hissədən bilməlisiniz ki, soldan sağa getdikcə, baxın, bu kationların aktivlik sırasında soldan sağa getdikcə oksidaşdırıcılıq artır. Ən güclü oksidaşdırıcı element kation kim olacaq? Aulium olacaq. Baxın, aulium burada A variantında öz əksini tapacaq. Üçüncü sualda deyir ki, kalium sulfat və maqnezium xlorid duzları qarışılan suda məhlulun elektrolizi zamanı anodda, katodda hansı maddələr alınır? İndi burada necə yanaşırıq? Baxın, demək ki, kalium sulfat eyni qayda ilə, baxın, kalium sulfat yazıram, HOH yazıram, düzdürmü? İndi bax, sərhəd ayırıram, müsbətlər, kationlar və anionlardır da, düzdürmü? İndi bayaq nə dedim? Yenə bir də daha elektrod vannasını çəkməyə ehtiyac yoxdur. Yəni, kalium müsbət və hidrogen müsbət, baxın, bayaq qeyd elədik. Görürsünüz, hidrogen kaliumdan nə qədər, baxın, hidrogen bu tərəfdədir, nə qədər sağda yerləşir. Ona görə də prosesdə birinci, deməli, hidrogen iştirak edəcəkdir. Çünki sağda yerləşir. Hidrogen yerləşir, yəni deməli katodda hidrogen alınacaq. Demək ki, katodda alınacaq hidrogen. Sonra SO4 və OH-a baxıram. SO4, OH anionların aktivlik sırasında OH görürsünüz, SO4-dən baxın əvvəldədir. Ona görə OH iştirak edəcək prosesdə. OH iştirak edəcək. Burada hidrogen iştirak elədi, burada da OH iştirak edəcək. Görürsünüz, aradan çıxdı. OH iştirak etdikdə anodda OH-ın deməli burada elektron özünə alaraq, elektronlarını verir reduksiya edicidə oksidləşir. Oksidləşir və oksigenə çevrilir. Deməli, anodda da oksigen alınır. Bizə nə soruşurdu? Suda məhlulun elektrolizi zamanı katodda hansı maddə alınır? Katodda gördüyümüz kimi hidrogen alındı. Və cavab olur 3-də C variantı. Dördüncü sualda hər iki duzun məhlulun elektrolizi zamanı katodda yalnız metal ayrılar hansından? Ümumiyyətlə, katodda metal ayrılar nəzəriyyə hissindən, yenə də nəzəriyyəni yaxşı-yaxşı öyrənmək lazımdır bunun üçün. Yəni, elektroliz zamanı katodda demək, hansı metal, nə zaman metal alınır? Passiv metalların, suda məhlulların elektrolizi zamanı, passiv metalların, demək ki, suda məhlulların elektrolizi zamanı katodda yalnız metal alınır. Bizə də iki tərəf duzda da baxırıq ki, metal hissə passiv olmalıdır. Baxın, metal bu passivdir, bu aktivdir. Bu aktivdir, bu passivdir. Amma burada baxın, C və gümüş hər ikisi passiv olduğuna görə cavab C variantı. Natrium xloridin suda məhlulun elektrolizi zamanı elektrodlarda hansı maddə ayrılar? Natrium xloridin suda məhlulun elektrolizi zamanı natrium aktiv metaldır, xlordakı halogendir. Yadda saxlamalıyıq ki, həmişə əgər bu qayda ilə demək izah edirəm, bax qaydası ilə müsbətlər, mənfilər, yenə gördüyümüz kimi natrium, hidrogen, kationların aksine hidrogen natriumdan daha sağdadır. Ona görə hidrogen iştirak edəcək prosesdə hidrogen çıxdı. Deməli, katodda hidrogen alınır. Katodda ikinci isə xlor OH. Gördüyümüz kimi, baxın, anionların bayaqki aktivlik sırasını yazmışam bura. Xlorla OH. Baxın, xlor görürsünüz, OH-dan əvvəl yerləşir. Bu bir qayda yadda saxlamaq üçün. Yəni, ümumiyyətlə, yadda saxlayırıq ki, xlor, halogenlər olduqda elə anodda halogenin özü alınır. Hansı halogen olursa olsun, yəni flordan başqa, onu da qeyd edeyim. Deməli, halogenin özü alınacaq. Kükürtdür, xlordur, bromdur, yoddur. Bu halogenlər olduqda halogenlərin elə özləri anodda ayrılacaq. Burada olacaq anodda xlor. Bizdən nə soruşurdu? Natrium xlorid suda məhlul elektrodlarda hansı maddələr? Gördüyümüz kimi hidrogen və xlor alındı. E variantı olacaq. Y variantı. Kalsium xlorid duzunun məhlulun elektrolizi zamanı bir də bax, kalsium görürsünüz. Yenə əgər yazsam, baxın, kalsium xlorid yazıram, HOH yazıram, ikisi ayırım. Kation hissəmizə baxın, kation hissələrə kalsiumdan hidrogen. Bildiyimiz kimi hidrogen kalsiumdan daha sağda yerləşir. Birinci hidrogen iştirak edəcək, hidrogen çıxdı sıradan. Ondan sonra dedik ki,
xlor və xlor prosesdə iştirak edəcək. Xlor alınacaqdır. Anodda xlor alınacaq. Xlor OH görürsünüz ki, xlor OH-dan əvvəldə yerləşir. Ona görə də xlor prosesdə iştirak edir. Elə xlorun özü alınır, sıradan çıxır. Burada isə deməli dedik ki, hidrogen alınır və bizdən nə soruşur? Məhlulda hansı maddənin qaldığını istəyir. Baxın, bunlar sıradan çıxdı. Məhlulda nə qaldı? Kalsium hidroksid qaldı. Və 6-da olacaq cavab B variantı. Hansı ionun məhlulda elektrolizi zamanı oksidaşma qabiliyyəti yüksəkdir? Oksidaşma qabiliyyəti məhlulda elektroliz dedikdə, oksidaşma qabiliyyəti dedikdə anionların, yəni oksidaşma sırası nəzərdə tutulur. Anionların oksidaşma sırası dedikdə, ümumiyyətlə soldan sağa gəldikcə, deməli reduksiya edicilik azalır. Yəni oksidaşdırıcılık artır bunlarda. Oksidaşdırıcılık artırsa, reduksiya edicilik azalacaq. Və bizə deyir ki, oksidləşmə qabiliyyəti biz bilirik ki, bayaq qeyd etdik ki, ən yüksək olanı, daha oksidləşmə qabiliyyəti çox olanlar solda duranlardır. Solda duranlar hansıdır? Baxın, görürük burada ən solda duran anionların aktivlik sırasına görə ən solda duran, görürəm ki, mən elə buradan, baxın, sıra da burada gözümüzün önündədir. Bizdəki ən solda duran anionların aktivlik sırasında yoda baxın, halogenlərdən yoddur. Yod ən solda durub, buna görə də elə bu sırada da yod cavab olacaq D variantı. Hansı kation elektroliz prosesində daha asan reduksiya olunur? İndi reduksiya olunmağa gəlirik. Kationların aktivlik sırasında dedik ki, soldan daha asan reduksiya olunan ümumiyyətlə həmişə sağda duran olur. Ən sağda duranı götürürsünüz. Ən sağda duran, baxın, kation burada ciməni mən görürəm. 8-də olacaq cavab C variantı. Kalium nitrat duzunun suda məhlul elektroliz zamanı elektrodlardan hansı maddələr alınır? Bax, kalium nitrat yazıramsa, suda məhlulu H-OH yazıram. 2 hissəyə ayıram. Kation hissəm, anion hissəm. Kaliumdan hidrogenə baxın. Hidrogen kaliumdan daha sağda yerləşir. Hidrogen iştirak eləyir. Hidrogen çıxdı. Daha sonra isə deməli NO3 ilə OH-a baxıram. OH NO3-dən daha əvvəldə yerləşdiyinə görə OH iştirak edəcək. Görürsünüz, OH da çıxdı. Deməli H buradan çıxdıqda burada nə alındı? Hidrogen alındı. Buradan oksigen alındı. Deməli indi mühitdə nə qaldı? Baxın, mühitdə qaldı kalium nitrat. Kalium nitrat. Bizdən də elektrodlarda hansı maddəni istəyir? Hidrogen və oksigen. Cavab D variantı. Mis sulfat suda məhlul elektroliz zamanı elektrodlarda hansı maddə alınır? Yazıram mis sulfat. Baxın. HOH. 2 hissəyə bölürəm. Kation hissəmə, anion hissiyəm. İndi bura baxın. Burada mislə hidrogenə baxıram. Mis hidrogen diqqət edirəm. Baxıram ki, mis hidrogendən daha sağdadır. Ona görə də mis iştirak edəcək prosesdə. Mis alındı. SO4 OH, SO4 OH, OH SO4-dən əvvəldədir. Ona görə OH iştirak edəcək. Gördüyümüz kimi və OH-ın yerinə bilirik ki, oksigen alınır. Mühitdə nə qaldı? Baxın, görürsünüz, bax, sulfat turşusu alındı. Bizdən nə soruşur? Elektrodlarda istəyir mis və oksigen. Mis və oksigen cavab A variantında öz əksini tapacaq. 10-cu sualda olur cavab A variantı. 11-də deyir ki, hansı duzların suda məhlul elektroliz zamanı məhlulda turşu alınar? Elektroliz zamanı məhlulda turşu alınsın. Baxın, demək bunlar maraqlı suallardır hamısı. Baxın, natrium sulfat məhlulda turşu istəyir, turşu alınanı. Baxın, HOH yazıram, birinci yazaq. Bax, 2 hissəyə bölürəm. Kation hissəm, anion hissəm, düzdürmü? Natriumdan hidrogenə baxıram. Hidrogen natriumdan qat-qat sağda yerləşir. Birinci hidrogen iştirak edəcək. Hidrogen getdi, çıxdı. SO4 ilə OH-a baxıram. OH SO4-dən əvvəldə yerləşir. Dedim ki, anionlarda solda duran iştirak edəcək. Anion axı ədəd oxunda soldadır axı mənfilər. Solda iştirak edir. Yəni OH çıxdı sıradan. OH-ın əvəzinə oksigen alınır. Bilirik ki, anodda, bura bilirsiniz də, katoddur. Bu da anoddur. Mühitdə nə qaldı? Natrium sulfat duzunun özü qaldı. Mühitdə deyir ki, məhlulda turşu alınsın. Məhlulda turşu falan alınmadı.
İkinciyə baxıram. Gümüş nitrat yazıram. Baxın, yenə də gümüş nitrat müsbət mənfi HOH müsbət mənfi 2 hissəyə bölürəm. Gümüşlə OH-ı müqayisə edirəm. Gümüş H-dan sonra yerləşir. Sağda duran iştirak eləyəcək. Gümüş alınacaq katodda. Anodda isə NO3 ilə OH-ı müqayisə edirəm. OH NO3-dən əvvəldədir. OH iştirak edəcək təbii ki. Oksigen alınacaq. Anodda yerdə nə qaldı? Baxın, görürsünüz, turşu qaldı. Deməli, 2-ni götürəcəm. İndi deməli, keçirik üçüncüyə. Mis sulfat yazıram. Mis sulfat müsbət 2, mənfi 2, HOH müsbət mənfi 7. Mislə H-ı müqayisə edirəm. Mis H-dan sağdadır. Mis iştirak edəcək. Katodda alındı mis. SO4 ilə OH. OH SO4-dən əvvəldədir. OH iştirak edəcək. Oksigen alınacaq. Mühitdə yenə turşu qaldı. 3-ü də götürürəm. İndi miski xloridə baxıram. Miski xlorid HOH. Buradan müsbət 2, müsbət mənfilər. Mis hidrogen. Mis sağda yerləşir. Mis iştirak edir. Mis alındı. Biz bilirik ki, xlorla OH. Xlor OH-dan əvvəldədir. Xlor alınacaq və xlor da çıxdı. Yerdə nə qaldı? Yerdə qaldı su. Turşu alınmadı. Bizdə turşu alınan 2 ilə 3 oldu. Bu da olur cavab C variantı. 12-ci sualda deyir ki, natrium sulfat duzunun suda məhlulun elektrolizi zamanı elektrodlarda hansı maddələr alınır? Təbii ki, natrium sulfat duzunun elektrolizi zamanı istəyirsiniz yazaq göstərər. Məncə daha burada ehtiyac qalmadı. Yenə də göstərək. Müsbətlər, katyonlar, bu da anionları yazıram. Baxın, elektrodlarda hansı maddə ayrılacaq? Natriumla hidrogeni müqayisəsində yenə hidrogen qat-qat sağdadır. Ona görə hidrogen iştirak eləyəcək. H2 alınır katodda. Anodda isə SO4 ilə OH-a baxın. OH SO4-dən əvvəldə olduğuna görə OH gedəcək, iştirak edəcək. Oksigen alınır onun yerinə. Mühitdə nə qaldı? Natrium sulfat qaldı. Və elektrodlarda istəyir. Katodda və anodda. Katodda, bax bu katoddadır, bu da anoddadır. Katodda hidrogen, anodda oksigen alındı. Cavab olur 12-də A variantı. 13-də deyir, hansı sırada olan hər iki duzun məhlulun elektrolizi zamanı katodda yalnız hidrogen alınır. Katodda yalnız hidrogen alınsın. Katodda yalnız hidrogen alınan ümumiyyətlə aktiv metal hissəm aktiv metal olmalıdır. Metal hissəm aktiv metal olmalıdır ki, oradan hidrogen ayrılsın. Aktiv hissəm, metal hissəmi aktiv metal axtarın. Görürsünüz, burada bax, pasiv metal görürəm, bu getdi. İkincidə pasiv metal görürəm, bu çıxdı. Sonra pasiv metal görürəm, civəni görürəm, bu çıxdı sıradan. Aha, burada pasiv metal görürəm, çıxdı. Baxın, burada bu da aktivdir, bu da aktivdir. Ona görə də 13-də olur cavab D variantı. 14-də deyir ki, gümüş nitrat, plümbium nitrat, mis nitratların birgə məhlulun elektrolizi zamanı katodda metallar hansı ardıcıllıqla ayrılır? Katodda metalların ardıcıllığa, katod hissəmə baxıram. Ancaq katoda baxın, katod hissəyə, metal hissəyə baxın. Deyir, hansı ardıcıllıqla ayrılır? Mən bayaq dedim ki, sağda duran ilk öndə sağda duran ayrılır da. Ən birinci sağda duran axtarın. Sağda duran axtaracaq. Ən sağdakı hansıdır? Baxın, mən görürəm ki, ən sağda duran gümüşdür. Ondan sonra əvvəl gələcək mis, ondan da əvvəl plümbium gəlir. Deməli, gümüş, mis, plümbium ardıcıllığı ilə ayrılacaq metallar. Gümüş, mis, plümbium Y variantında öz əksini tapacaq. 15-ci sualda deyir ki, natrium sulfidin suda məhlulun elektrolizi zamanı elektrodlarda hansı maddələr alınır? Natrium sulfidin elektrolizi deyil. Yenə bu yazıram, bax, HOH, müsbət katyon hissəm, mənfi anion hissələrim. Natriumla hidrogeni müqayisəsində hidrogen qat-qat sağdadır, ona görə hidrogen iştirak eləyir, H2 alınır katodda və sulfid və OH-ı müqayisə eləyəndə S OH-dan əvvəldə yerləşir. Baxın, elə görürsünüz, baba, S ən birinci S yeri. Ona görə kükürt iştirak edəcək və elə anodda kükürt alınacaqdır. Aha. Anodda kükürt alınır. Və mühitdə nə qaldı? Baxın, mühiti soruşursa qələvə qalacaq. Bizdən nə soruşur? Bizdə elektrodlarda deyir, hansı maddələr alınır? Hidrogen və elektrodlarda soruşur. Hidrogen və kükürt. Hidrogen və kükürt də B variantında öz əksini tapır. 16-da deyirik, magnezium nitrat məhlulun elektrolizi zamanı elektrodlarda hansı maddə alınır? Magnezium nitrat yazıram. Eyni qaydadır, hamısında tətbiq edirik. Magnezium nitrat yazıram. Elektrodlarda alındığım üçün bax bu şəkildə yazın. Müsbət 2,
deməli bu hissəni silək, qarışdırmayın. Deməli, baxın, müsbət 2, yenə müsbət, mənfi anionlar hissəmi yazıram. Maqneziumdan hidrogeni müqayisə edirəm. Hidrogen maqneziumdan da qat-qat sağdadır. Hidrogen iştirak eləyəcək. Sıradan çıxdı, H2 alınır. NO3-dən OH-a baxıram. OH NO3-dən əvvəldədir. OH iştirak edəcək. Oksigen alınacaq. Yerdə qalır. Elə maqnezium nitrat duzunun özü qalır. Deməli, bizdən nə istəyir? Elektrodlarda hansı maddə? Hidrogen və oksigen. Cavab olur C variantı. 16-cı sualda C variantı. 17-də deyir ki, hansı prosesin köməyi ilə sənədə natrium və xlorid alınır? Təbii ki, elektrolizlə. Hansı prosesin köməyi ilə sənədə qələm metallar alınır? Yenə elektrolizlədir. Hansı halda anionların reduksiyicilik qabiliyyəti azalır? Yəni, reduksiyicilik qabiliyyəti azalır deyir. Yəni, anionlar bilirik ki, oksidləşir. Oksidləşmə, anionların oksidləşməsi var. Yəni, elektrodlarda onlar elektronlarını verirlər. Elektron verəndə isə reduksiyedicidirlər, deməli oksidləşirlər. Reduksiyedicilər. Reduksiyedici, yəni elektronunu daha asanlıqla verəndir. İndi bizdən soruşur ki, reduksiyedicilik qabiliyyəti azalsın. Reduksiyedicilik qabiliyyəti azalan sıra anionların aktivlik sırası var. Baxın, bax, burada anionların aktivlik sırası. Bu sırada soldan sağa getdikcə, reduksiya edicilik, deməli, reduksiya edicilik azalır, oksidləşdiricilik artır. Reduksiyecilik azalır. Baxın, bizdən də soruşur ki, anionların reduksiyecilik qabiliyyəti azalsın. Mən nə dedim? Dedim, soldan sağa getdikcə, soldan sağa, bax, bu istiqamətdə getdikcə reduksiyecilik azalır, oksidləşdiricilik artır. Reduksiyedici artır. Reduksiyecilik azalır. Oksidləşdiricilik artır. İndi azalan sıranı biz tapmalıyıq. Baxın, gəlin görək, azalsın. Azalan, yəni soldan sağa getməliyəm. Baxın, yod, xlor, OH, yod, xlor, OH, yod, xlor, OH, elə bu birinci cavab olacaq. Reduksiyecilik qabiliyyətindən azalan sırası. Aha. İndi gəlin digərlərinə baxın. Baxın, OH daha sağdadır. Bu qayıdır əvvələ, görürsünüz, pozulur. Baxın, brom, yod, OH əvvələ qayıdır, bu pozulur. SO4, xlor əvvəldən, axırdan öncəyə yenidən qayıdır, bu pozulur. Yəni, dediyim kimi, soldan sağa əgər reduksiyedicilik azalırsa, oksidləşdiricilik artırsa, o zaman reduksiyecilik qabiliyyətinin azalan sırasını, yəni soldan sağa sıranı tapıb götürməliyik. 19-da cavab olur A variantı. 20-ci sıra, hansı halda kationların oksidləşdiricilik qabiliyyətidir? Bax, kationlar sırası ilə gözümüzün önündə, bax, buradadır. Soldan sağa getdikcə kationların oksidləşdiriciliyi artır. Bunu nəzəri hissədən bilmək lazımdır. Kationların oksidləşdiriciliyi soldan sağa getdikcə artır. Bizdən də artır sıranı istəyir. Sink, mis, gümüş, elə bu sırada artan sıra ilə düzülüb bu. Yəni, sink, mis, gümüş baxırıq. Amma digərlərində alüminium, polium, yəni ardıcıllıq pozulmuşdur. 20-də olur cavab A variantı. 21-də deyir, hansı duzun suda məhlul elektroliz zamanı katodda su reduksiya olunur? Hansı duzun, hansı duzun suda məhlul elektroliz zamanı katodda su reduksiya olunur? Ümumiyyətlə, katodda suyun reduksiya olunması üçün, yəni, deməli, prosesdə su iştirak eləsin. Baxın, civə nitrata mən baxıram. Civə nitrat, müsbət mənfi, deməli, HOH, 2 hissəyə böləndə kation anion hissəm, katodda su reduksiyonu nə deməkdir ümumiyyətlə? Yəni, baxın, civə ilə hidrogen burada nə iştirak edəcək? Təbii ki, civə hidrogendən kationların sırasında civə hidrogendən sağdadır. Ona görə də civə iştirak edəcək bu prosesdə. Civə iştirak edəcək, metalın özü alınacaq, civə çıxdı sıradan. NO3 ilə OH-da, OH NO3-dən əvvəl yerləşdiriləcək, OH iştirak edəcək, bu çıxdı sıradan, oksigen alınır və mühitdə qaldı nitrat turşusu. Demək, elektroliz katodda su reduksiya olunur. Bax, diqqət edin, bu proses katodda gedən prosesdir, bu anodda gedən prosesdir. Burada axı su reduksiya olunmadı. Burada reduksiya olunan metal oldu.
Ona görə də bunu götürmürəm. İndi B variantına baxın. Mis xlorid yazıram. H müsbət OH mənfi. Mislə hidrogenə baxıram. Mis hidrogendən daha sağdadır. Mis metalı iştirak eləyəcək katodda. Və görürsünüz, misin özü alınacaq. İndi anodda nə alınır? Xlor alınır. Çünki bayaq dedim, xlor OH-dan əvvəldədir, xlor alınır. Yəni söhbət burada bizdə katodda soruşur. Katodda katodda su reduksiya olunmayıb hələ ki. Katodda ancaq burada da metal reduksiya olundu, burada da metal reduksiya olundu. İndi üçüncüyə baxıram. Kalium nitrata baxıram. Kalium nitratı yazıram, HOH yazıram. Müsbətlər, mənfilər, ayırdım ikisi. Bax, kaliumdan OH-a baxan, kalium H, kalium H. H kaliumdan sağdadır. Deməli, H iştirak edəcək. Hidrogen alanda, anodda, katodda. NOH, OH iştirak edəcək. Oksigen alınacaq anodda. Bizə nə deyirdi? Deyirdi ki, katodda su reduksiya olsun. Baxın, bu katoddadır da, bu da anodda gedən prosesdir. Gördünüz, katodda nə oldu? Hidrogen. Nə oldu? Reduksiya olundu. Hidrogen və salam bizdən də bunu soruşurdu. 21-də olacaq cavab C variantı. Hansı duzun suda məhlul elektrolizi zamanı anodda su oksidləşir? İndi yenə baxın, bax məsəl üçün anodda su oksidləşir. Natrium sulfat hələ daha asan tez yazmaq üçün. Baxın, natrium sulfat müsbətlər, mənfilər. Natrium hidrogen. Hidrogen natriumdan sağdadır. Hidrogen iştirak edəcək. Katod axı bu. Yazıram. Bax, burada katod, anod yazıram. Aha. Baxın, hidrogen. Digərisi də SO4-dən OH, OH-dan oksigen ayrılacaq və salam. Görürsünüz, suyun bax, suyun bizə deyir ki, deyir, anodda yalnız su oksidləşir. Hansı duzun suda məhlul zaman anodda yalnız su oksidləşir. Anodda bax, gördünüz, suyun oksidləşməsindən alındı. Çünki OH iştirak elədi. Suyun oksidləşməsindən oksigen alındı. Yəni, aktiv metalın oksigenli turşusunun duzundan, yəni 22-də olacaq cavab A variantı. 23-də deyir ki, su plus mis sulfat elektroliz alınır. Baxın, gördüyümüz kimi burada nə alınacaq? Baxın, mis alınıb, metal çıxıb, deməli OH-dan da burada ayrılıb, oksigen yerdə qalıb, H-la SO4 birləşir, X-in yerinə yazıram, sulfat turşusuymuş. Sulfat turşusu və salam, cavab olacaq D variantı. Mis sulfatın üzərinə su gəlib elektrolizindən mis çıxıb, buradan ayrılıb. Görürəm ki, sulfat turşusu da ayrılıb. Təbii ki, OH-dan da nə ayrılacaq? Oksigen ayrılacaq. Cavab olur Y variantı. 25-də hansı sırada metal iyonları oksidləşdiricilik xassəsinin artması ilə düzülmüşdür? Oksidləşdiriciliyin artması ilə. Bayaq dedim ki, kationların aktivlik sırasında baxın, soldan sağa getdikcə oksidləşdiricilik artır bir qayda olaraq. Oksidləşdiricilik soldan sağa getdikcə artır. Bu da deyir, oksidləşdiriciliyin artması ilə hansında düzülüb? Bax, kalsium, gümüş, dəmir ardıcıllıq pozulub. Kalsium, dəmir, mis, burada ardıcıllıq gözlənilir. Cavab da elə olacaq. 25-də B variantı. 26-da hansı maddələr sənayedə elektroliz üsulu ilə alınır? Bildiyimiz kimi, bu nəzəriyyə hissədən elementlər kimyasında bir daha keçəcəyik. Natrium, kalsium, yəni aktiv metallarda, xlor eyni zamanda bunlar elektroliz üsulu ilə alınırlar. 26-da olacaq A variantı. Hansı halda hər iki duzun suda məhlulunu elektroliz etdikdə elektrodlarda hidrogen və oksigen ayrılar? Hər iki duzun suda məhlul olunur. Baxın, görürsünüz, hidrogen və oksigen elektrodlarda alınsın. Bu, hidrogen və oksigenin alınması üçün, baxın, aktiv metal hissəm, aktiv metalın hər iki tərəfim aktiv metal. Baxın, görürsünüz, oksigen turşularının duzları zamanı. Y variantında aktiv metal, oksigenli turşunun duzu anionudur, oksigenli turşunun anionudur. 27-də olacaq Y variantı. 28-də deyir, natrium sulfat və kalium nitrat duzları qarşılığında suda məhlulun elektrolizində elektrodlarda hansı maddə alınır? Suda məhlulun elektrodlarda hansı maddə alınır? Bax, natrium aktiv metal, turşu qalığı, oksigenli turşu qalığı. Aktiv metaldan yadınızda saxlayın bir qayda olaraq. Aktiv metal olduqda metalın yerinə hidrogen çıxır. Katodda hidrogen çıxacaq. Baxın, hidrogen axtarırıq. Hidrogen, deməli və SO4 NO3 görürük. Baxın, SO4 NO3.
NO3, SO4, deməli burada ilk anda demir deyə məhlulun elektrolizində elektrodlarda hansı maddə alınır? Yəni ilk anda sözü yoxdur. Ona görə də elə, yəni SO4-dən də, NO3-dən də oksigen alınacaq. Ona görə də katodda hidrogen, anodda oksigen cavab olacaq 28-də C variantı. 29-da deyir natrium nitrat, kalium sulfat, kalium xlorid qarşısında məlumat elektrozun artıq burada görürsünüz ilk anda sözü deyir. İlk anda hansı maddə ayrılar dediyinə görə gəlin əvvəlcə kation hissəmizə baxaq. Görürsünüz ki, hamısı aktiv metaldır. Hidrogen mütləqdir. Hidrogen hamısında da var. Yəni hidrogenimiz mütləqdir. İkinci anion hissəmizdə müəyyən edəcəyik. NO3 var, SO4 var, baxın xlor var. Görürük ki, ilk anda ayrılan, ilk anda xlor hamısından bunların oksigenli anionlardan xlor öndədir. Birinci xlor ayrılacaq. Dedim axı, anionların aktivizasında solda duran ilk öncə ayrılandı. Ona görə də xlor birinci ayrılacaq. Yəni xlor anodda ayrılandı da. Deməli, bir alınacaq aktiv metal yerinə hidrogen və xlor. Hidrogen və xlor, bu da 29-da eləyəcək A variantı. 30-da deyir, hansı sırada anionlar məhlulda elektroliz zamanı reduksiyicilik anionlar, reduksiyicilik xassəsinin azalması ilə düzülmüşdür. Bayaq qeyd etdim ki, anionların aktivlik sırasında soldan sağa getdikcə oksidaşdırıcılık artır, reduksiyicilik azalır. Reduksiyicilik xassəsinin azalması sırasını istəyir bizdən. Yəni, soldan sağa azalması sırası ilə düzülən sıra. Soldan sağa, yəni azalsın. Soldan sağa sıra bizə lazımdır. Yod, SO4, OH burada xeyr pozulmuşdur. Yod, OH, SO4 görürsünüz. Ardıcılığa bax. Yod, OH, SO4. Baxın, görürsünüz, yod, OH, SO4 bu şəkildə soldan sağa getdikcə reduksiyicilik azalır. Ona görə də 30-da olur. Cavab B variantı. 31-də deyir, hansı duzların suda məhlulun elektroliz məhlulda əsas alınır? Deməli, məhlulda əsas alınmağı, baxın, birinci natrium sulfatdır. Yenə qayda ilə baxın, ən rahat baxın. Bu şəkildə müsbət kationlarımız, anionlar. Buradan ilk öncə natrium hidrogen, hidrogen natriumdan sağdadır. Hidrogen çıxdı, hidrogen çıxıb gedəcək. Bizdən nə istəyir? Məhlulda əsas alınsın. Ondan sonra OH, SO4, OH, SO4-dən əvvəldə OH iştirak edəcək və oksigen çıxacaq. Natrium sulfatın özü qaldı. Məhlulda əsas alınmadı, duz alındı. İkinciyə baxıram. Kalium xlorid, HOH, müsbətlər, mənfilər, kaliumla OH iştirak edəcək, hidrogen çıxacaq, buradan xlor iştirak edəcək, deməli xlor getdi, məhlulda görürsünüz, kalium hidroksid baxın, əsas qaldı. Gördünüz, ona görə də 2-ni götürəcəm. İndi misulfata baxıram. Misulfat, HOH yazıram, müsbət 2, müsbətlər, mənfilər, 2 hissəyə bölürəm. Mislə hidrogen, baxıram ki, mis hidrogenlə sağdadır, mis iştirak edəcək, çıxdı, katodda mis alındı. SO4 ilə OH-dan da ki, OH iştirak edəcək, soldadır çünki oksigen alınacaq. Mühitdə görürsünüz, sulfat turşusu qaldı. Ona görə də bunu götürmürəm. Dördüncüyə baxıram, kalsium xloridə baxıram, kalsium xlorid yazıram, HOH yazıram, müsbət 2, müsbət, mənfilər. Kalsiumdan hidrogen, hidrogen kalsiumdan daha sağdadır, iştirak edəcək, H qalır. Xlor iştirak edəcək buradan. Xlor getdi. Yerdə, mühitdə, qabda nə qaldı? Kalsium hidroksid əsas qaldı. 4-ü götürəcəm. 2 və 4 olur. Cavab eləyir D variantı 31-ci sualda. 32-də deyir ki, dəmir 2 müsbət, gümüş müsbət, plümbium 2 müsbət iyonları olan məhlulun elektroliz zamanı iyonlar hansı ardıcıllıqla reduksiya olunur? Dedik ki, kationların aktivlik sırasında həmişə sağda duran ilk öndə ayrılan, sağda duranı götürürsünüz. Ardıcıllıq, yəni ilk öncə elektroliz iyonlar ardıcıllıq reduksiyonun ilk öncə sağda duranı götürürük. Deməli, ilk öncə ayrılan gümüş olacaq birinci, sonra plümbium, sonra dəmir. Gümüş, plümbium, dəmir 32-də eləyəcək cavab D variantı. 33-də deyir ki,
sinkdir, auliumdur, misdir ionları olan məhlulun elektrolizi zamanı ionlar hansı ardıcıllıqla reduksiya olunur? Yenə deyirəm. Ardıcıllıq deyəndə ilk öncə sağda duranı birinci prosesə iştirak edir. Sağda duran auliumdur burada, sonra misdir, sonra sinkdir. Birinci aulium gələcək, sonra mis gələcək, sonra sink gələcək. Baxın, B variantında öz əksini tapacaq. 34-də deyir ki, hansı duzun suda məhlulun elektroliz zamanı turşu alınır? Elektroliz turşu alınan, bax artıq biz bayaqdan yazırıq. İndi yazmasaq görək eləyə bilərikmi? Özünüz yəni bu şəkildə sınayın. Baxın, kalium sulfat o aktiv metalın oksigen turşusunun duzudur. Bunlar özləri məhlulda qalacaq. Su elektrolizə uğrayacaq. Yəni turşu alınmır. Məhlulda duz özü qalır. B-yə baxın, buradan metal ayrılıb gedəcək. Eyni zamanda xlorun özü ayrılacaq. Duz özü yenə elektrolizə uğradı. Su qaldı mühitdə. Buradan turşu falan alınmır. Natrium xloridə baxın, natriumun əvəzinə aktiv metalda hidrogen alınacaq. Buradan da yenə xlor alınacaq. Mühitdə nə qaldı? Natrium qaldı, OH qaldı. Onlar da əsas verir. Bizdən turşu istəyir. Bax, natrium əvəzinə hidrogen alınır. NO3-in yerinə oksigeni turşunun qalığı da oksigen alınacaq. Gördüyümüz kimi, yəni OH iştirak edir prosesdə. Burada nə oldu? Natrium nitratının özü qaldı prosesdə. Burada da gördüyümüz kimi turşu alınmadı. İndi bura baxın. Bax, misdə görürük ki, mis metalından özü alınır. Düzdürmü? Hidrogen qaldı mühitdə. Artıq metal aldısa, hidrogen qaldı mühitdə və buradan da SO4 ilə OH-dan OH iştirak edəcək, SO4 qalacaq. Deməli, buradan H qaldı, oradan da SO4 sulfat turşusu verəcək. Deməli, mühit turşu alınır. Bizdən də turşu istəyinə görə 34-də olur cavab Y variantı. 35-də deyir, hansı duzun suda məhlulun elektrolizi zamanı turşu alınır? Suda məhlulun elektrolizi zamanı turşu alınsın. Elektroliz zamanı turşu alınanı. Yenə, bax, şifahi geçsək, baxın, bayaqdan yəni yazılı şəkildə göstərirəm. Belə özünüzü sınayın ki, baxın, aktiv metalın oksigenli turşunun duzudur. Bax, buradan belə görəndə aktiv metal oksigenli turşunun anionunu görəndə bilin ki, bu özü qalacaq məhlulda duz. Elektroliz uğrayan sudur yalnız. Məhlulda da duz alınır, baxın, bizdən turşu istəyir. Bu getdi. Deməli, mis və xlora baxırıq, passiv metaldır. Passiv metalın özü alınacaq. Aniondur, bayaq dedim, anionun özü alınacaq. Duz özü elektrolizə uğradı, duz getdi, mühitdə yalnız su qaldı, bizdən bunu istəmir, turşu istəyir. Kaliumdan yenə aktiv metaldır, hidrogen çıxacaq bunun əvəzinə, xlor da özü çıxacaq. Yerdə nə qaldı? Kaliumdan OH qalacaq, onlar da əsasi mühit verəcək, bu da getdi. Kalium nitrat gördüyünüz kimi aktiv metalın oksigen turşusunun anionudur. Bayaq natrium sulfat kimi eynən, ikisi eyni cür duz özü qalacaq mühitdə. Yəni, burada mühit turşu falan olmadı, götürmürük. Bizdən turşu istəyir. Misə baxın, indi mis alınır. Mühitdə passiv metaldır, ona görə misdən özü alınacaq. NO3-dür. NO3 ilə OH iştirak edəndə bunun yerinə oksigen OH-dan oksigen çıxacaq, burada ayrılacaq. Yerdə nə qaldı? Buradan H qaldı, buradan NO3 qaldı. H ilə NO3 də nitrat turşusuna verəcək. Mühitdə turşudur, bizdən də bunu istəyirdi. 35-də olacaq cavab Y variantı. 36-da deyir ki, hansı sırada bütün duzların suda məhlulun elektrolizi nəticəsində anodda yalnız oksigen ayrılır? Anodda yalnız oksigen ayrılsın. Baxın, anod hissəmizə baxıram. Burada küçük də ayrılır deyə getdi. Anod hissəmizdə oksigenli turşunun ümumiyyətlə yanınızda saxlayın uşaqlar. Baxın, 36-cı sualda B variantı olacaq cavab. Çünki həmişə yadınızda saxlayın ki, oksigenli turşuların anionların o oksigenli turşunun anionları varsa oradakı mütləq oradan ayrılacaq, oksigen ayrılacaq anodda. 37-də hansı turşuda bütün duzların suda məhlulun elektrolizi nəticəsində katodda, indi katodda yalnız hidrogen alınsın. Bax, bayaq da qeyd elədim. Katodda yalnız hidrogen alınması üçün dedik ki, katod hissəmizin metal hissəm aktiv metal olmalıdır. Aktiv metallardan yəni hidrogen ayrılacaqdır katodda.
İndi baxırıq aktiv metal axtarırıq. Görürsüz, burada mən görmədim, sıradan çıxdı. Aktiv metal artıq sink orta aktivdə çıxdı. Gümüş passivdə çıxdı. Bu da passivdə çıxdı. Baxın, aktiv natrium, aktiv kalium, aktiv kalsium. Ona görə də 37-də cavab olacaq Y variantı. 38-də suyun elektrolizi yazıb reaksiyası hansı maddənin suda məhlulun elektrolizini ifadə edir? Bax, görürsüz, suyun elektrolizidir. Bax, suyun elektrolizi. Ben bayaqdan yuxarıda da qeyd elədim ki, suyun elektrolizi demək su elektrolizə uğrayır. Hansılar idi? Aktiv metalın oksigenli turşusunun duzunun elektrolizində. Baxın, aktiv metal kalsium, oksigenin turşu NO3. Bu kimi duzlar görəndə həmişə bilin ki, burada duz özü qalır məhlulda, elektrolizə uğrayan yalnız sudur. Bu şəkildə, yəni 38-də olur cavab Y variantı. 39-da deyir suyun yenə, bax, suyun elektrolizi. Hansı maddənin suda məhlulun elektrolizini ifadə edir? Təbii ki, aktiv metalın axtarın o dəqiqə. Aktiv metalın oksigenli turşusunun duzu mən görürəm burada. Baxın, aktiv metal barium, oksigenli turşu NO3, cavab olur 39-da B variantı. 40-da deyir kationların oksidləşdiricilik xassəsinin azalma sırası. Oksidləşdiricilik xassəsinin azalma sırası. Soldan sağa getdikcə mən kationlarda nə dedik? Dedik, oksidləşdiricilik artır. Baxın, deməli, soldan sağa getdikcə kationların aktivlik sırasında soldan sağa getdikcə oksidləşdiricilik artırdı. Birdən azalma sırasını deyir. Yəni, əksinə düzəcəyik də. Axırdan əvvələ gələcəyik. Baxın, buradan axırdan əvvələ gəlmək üçün deməli elə baxın gümüş, dəmir, sink. Yəni o sıra gözümüzün önündədir. Yəni bilirik ki, aktivlik sırasında baxın necə düzdük. Dedik ki, bu sıra necə idi? Sıraya baxaq. Baxın gümüş, dəmir, sink dedim mən. Gümüş, dəmir, sink. Baxın gümüş sondadır. Gümüş, dəmir, gümüş baxın bu hissəyə gedir. Gümüş, sonra gələcək buradan yuxarıdan qalxırıq yuxarı. Dəmir, sink, görürsünüz ki, bax dedim axı yəni əksinə duran sıra lazımdır bizə. Burada elə cavab 40-cı sualda olacaq A variantı, yəni kationların oksidləşdirici xassəsinin azalma sırasıdır bu. Yəni, arxadan əvvələ gəlirik orada. Yəni, biz bilirik ki, soldan sağa getdikcə oksidləşdiriciliyi artır. 41-ci sualda qablardakı X və Y maddələrini müəyyən edin. Qablardakı X, baxın, burada nə görürük biz? Bu şəkillərdə görürük ki, birinci şəkildə burada lampa yanıb, burada lampa yanmır. Yəni, X-in su da məhlulundan elektrodlarda, baxın, elektrik cəryanı keçiriblər, görürlər ki, elektrik cəryanı yaranıb deyə lampa yanıb. Burada cəryan keçmir, lampa yanmayıb. Demək ki, lampa yanırsa, burada elektrolit var. Elektrik cəryanı yaranıb. Elektrik cəryanını keçirən maddələrə isə elektrolitlər deyirik, biz bilmişik. Əgər burada lampa yanmırsa, deməli, burada qeyri-elektrolitdir. Yəni, elektrik cəryanı yaranmayıb. Biz deməli, X-də elektrolit axtarmalıyıq, Y-də qeyri-elektrolit axtarmalıyıq. Ona görə də, baxın, A variantında, baxın, natrium xlorid elektrolitdir. Bilirik ki, iyonların ayrılır, elektrik cəryanı keçirir natrium xlorid suda məhlulunda. Amma spirt elektrik cəryanı ümumiyyətlə heç keçirmir, ona görə də elə cavab olacaq A variantı. 42-də deyir ki, miski xlorid, sink xlorid duzlarından ibarət qarışıq suda həll edilir. Sonra bu qarışığın məhluluna metal lövhə daxil edilir. Bir müddət saxlandıqdan sonra məhlulda yalnız sink xlorid duz olur. Məhlulda hansı metalın lövhəsi daxil edilmişdir? Baxın, burada sonda görsən deyir ki, yalnız sink xlorid duz olur. Zaten əvvəldən sink xlorid var idi. Deməli, bu mis xloridə hansı metal daxil olunub ki, bu misi çıxardıb sink xlorid qalıb. Mis artıq məhluldan çıxardıb misi. O metal hansı metaldırsa, o metal misi çıxarda bilib. Yəni, misdən əvvəldə kationların aktivlik sırasında misdən öndə duran metaldır ki, gücü çatıb misi çıxardıb. Biz də qaydanı bilirik ki, metalların sırasında, aktivlik sırasında öndə duran metal sonraki duran metalı duzlarından sıxışdırıb çıxartmaq qabiliyyətinə malikdirlər. Deməli, elə bu, deməli, hansı metal? Yəni, sink imiş ki, sink xlorid qalıb da sonda ancaq. Sink misi çıxardıb və sonda yalnız sink xlorid duz alıb 42-də olur C variantı.
Yəni rahat məntiqi bir sualdır deyərdim buna. 43-də deyir ki, natrium sulfit su ilə hidroliz olur, X və qələvə alınır. Natrium sulfit su ilə elektroliz olur, Y qələvə və hidrogen alınır. Maraqlı sualdır bu. Baxın, görürük natrium sulfitdir, bax. Su ilə həm hidrolizini yazıb, həm elektrolizini diqqətli olun. Hidrolizi və elektrolizi. İndi gəlin birinci hidroliz mövzusunda bundan əvvəl keçmişik. Hidrolizinə baxaq. Natrium sulfit ümumiyyətlə su ilə hidroliz olunanda hidroliz nə idi? Zəifə görə hidroliz olunur da, zəif tərəfə görə, sulfidə görə. Bax, nəzərdə elə tutun. Sulfit hissəmiz də 2 əsaslı zəif turşudur, 2 əsaslı sulfit turşusu. Bu zaman nə alınacaq? Təbii ki, 2 əsaslı turşu olduğumuz üçün burada turş duzu alınacaq. X turş duzdur. X turş duzdur. Baxın, ya B-dir cavab, ya C-dir. İndi elektroliz hissəmizə baxaq. Natrium sulfidin elektrolizi. Yəni biz nə deyirik? Baxın, bir də yazıram. Baxın, natrium sulfidin HOH. Düzdürmü? Müsbət hissəm, mənfi anionlarımız. Natrium, hidrogen, burada təbii ki, hidrogen iştirak edəcək. Burada da kükürt iştirak edəcək. Və salam. Nə qaldı? Nə qaldı deyəndə ki, bizdə deməli nə istəyir? Bax, qələvi alınıb, bəli, qələvi alınacaq buradan. Aha, hidrogen alınıb, Y-imiz də nə imiş? Kükürt imiş, Y. Və salam, Y də kükürt olacaq. Deməli, cavab olur B variantı. 43-cü sualda cavab olacaq B variantı. 44-də deyir ki, yenə eynən həmin sualdandır. Digər variantı. Miski nitrat hidrolizə baxıram. Baxın, hidrolizinə baxıram. Hidroliz nəyə görə? Zəif tərəfə görə həmişə hidroliz gedir. Yadda saxlayın. Zəif tərəfi mis tərəfdir. Mis 2 valentli, mis OH2-dir. Yəni bunun əsası duz olacaq. X əsası duzdur. X əsası duz axtarıram, əsası duz. Bu 7, bu 7. C, D, Y ola bilər. İndi elektroliz hissəmizlə müəyyən edirik. Mis 2 nitratın elektrolizini yazıram. Mis 2 nitrat. Müsbət 2 NO3 mənfi. HOH. Müsbət mənfi. Ayırıram 2 hissəyə. Baxın, indi görək. Mis hidrogen. Mis hidrogendən sağdadır. Təbii ki, mis iştirak eləyəcək. NO3 OH, OH iştirak eləyəcək. Oksigen alınacaq. Yerdə nə qaldı? Baxın, görürsünüz, turşu qaldı. Bizdən nə istəyir? Turşunu zaten verib, məlumdur, aydındır. Burası oksigeni də görmüşük, oksigeni də çıxdı. Eyni zamanda burada Y-in yerinə nə ayrılacaqmış? Mis imiş, sən demə. Y də olacaq mis, Y də olacaq mis. Deməli, cavab oldu 44-də C variantında öz əksini tapacaq. Dəmir nitrat, sink nitrat və mis nitrat qarışığının suda məhlulun elektrolizi zamanı katodda metallar hansı ardıcıllıqla ayrılar? Ardıcıllıqla ayrılar deyəndə söhbət baxın görürsünüz katodda metalların ayrılma ardıcıllığından gedir. O zaman katodda kationların aktivlik sırasına diqqət edin. Dedim ki, kationlarda sağda duranı birinci axtarın. Baxın, ən sağda duran misdir. Daha sonra gəlir dəmir, daha sonra sink. Deməli, mis, dəmir, sink. Mis, dəmir, sink, bu da 45-də D variantında öz əksini tapır. 46-da indi bizdə elektrolizə anodda maddələr hansı ardıcılıqla ayrılar deyir. Anod hissəyə bax. Anod deyirsə anod hissəyə bax. SO4, yod, sulfat. Yəni SO4 bir dənə də yodu da. Yodla SO4-ü diqqətdə saxlayaq. Bax, yod, SO4. Bayaqki sırada yadınıza salın. Yod SO4-dən əvvəldə gəlirdi. Deməli, mən də dedim ki, anionlarda birinci solda duran iştirak edəcək. Yod iştirak edəcək. Birinci yod çıxacaq. Sonra SO4-dən də oksigen ayrılır da, biz bilirik. Yod, oksigen. Bax, ardıcılığa baxın. Oksigen, yod yox, ha. Bu olmaz. Yod, oksigen. 46-da cavab olacaq C variantı. 47-yə baxırıq. Burada deyir ki, qarşının məhlulunda elektroliz zamanı oksigen qazı hansı maddələrin parçalanmasından alınır? Elektroliz zamanı oksigen qazı hansı maddənin parçalanmasından alınır? Baxın, zaten özü qeyd edilir ki, oksigen alınır alınmağına. Amma deyir, hansı maddənin parçalanmasından alınır? Onu qeyd eləməliyik. İndi bax, SO4 hissə, NO3 hissə, bunlar turşu qalığıdır da. Bizim birini göstərək, ona məlum olacaq. Tutaq ki, hansı maddənin parçalanmasından deyirsə, yəni mis sulfatdır, eləmi? Bax, HOH.
müsbət 2, müsbət katyonlarımızı yazıram. Ayırdım ikisi. Mis, hidrogen, mis çıxır buradan. Mis getdi. Buradan da ki, baxın, OH iştirak eləyir deyə oksigen çıxır da. Gördük ki, hansı maddənin oksigen, baxın, bizdən söhbət oksigen qazının ayrı hansı? Oksigen qazı bax anodda hansı deməli maddədən ayrıldı? OH hardan getdi? Sudan ayrıldı da. Sudan alındı. Görürsüz? İndi yəni cavab burada B variantıdır. İndi digərinə bax, gəlin diqqət eləyin. Yenə burada miski nitratı, məsəl üçün hansını göstərək? Tutaq ki, kalium nitrat deyil, amma hansını göstərsəniz eyni şeydir. HOH. Bax, müsbət, mənfilər. Aha. Kalium, hidrogen. Hidrogen iştirak edəcək. Getdi, hidrogen çıxdı. İndi bura baxın. OH, NO3. OH əvvəlcə ayrılacaq, çünki OH NO3-dən öndədir. OH-dan oksigenə. OH kimdən getdi? Təbii ki, OH kimdən getdi? Sudan getdi də. Yəni, oksigenli turşuların anionlarını gördükdə oradan bilirik ki, təbii ki, oksigen ayrılacaq, düzdür. Və bilin ki, burada niyə oksigen nədən ayrılır? SO4-dən OH, OH SO4-dən əvvəl olduğuna görə o alınan oksigen OH-dan ayrılan oksigendir. Yəni OH-dan alınan oksigendir. Çünki OH, yenə deyirəm, SO4 olsun, NO3 olsun, fərq eləmir. Yəni turşu qalıqlarından, turşu anionlarından OH öndə yerləşdiyinə görə o OH-dan alınan oksigendir. Yəqin ki, başa düşdünüz. 47-də olur cavab B variantı. 48-də natrium hidroksid, kalium hidroksid nitrat qarşında suda məluda elektroliz etdikdə hidrogen qazı hansı maddənin parçalanmasından alınır? İndi bu bir fərqli variantıdır. Deməli, sualın. İndi burada deyir ki, qələvlərdir. Deməli, məhlulda elektrolizə hidrogen qazı hansı maddənin parçalanmasından alınır? Təbii ki, biz dedik ki, bayaq qeyd etdim ki, aktiv metallar gördünüzsə, bilin ki, hidrogen. Aktiv metallar əgər varsa, deməli, orada katodda hidrogen alınacaqdır. Bu da deyir ki, hidrogen qazı hansı maddənin parçalanmasından alınır? Bu şəkildə qoyur sualı. Təbii ki, bayaq yenə göstərdim. Bax, elə bayaq ki, yenə demək, elə həminki misalsa. Baxın, aktiv metal, görürsünüz, hidrogen nədən alındı? Sudan getdi də. Baxın, bu pasiv metal idi. Pasiv metalın özü alındı. Baxın, bu da passivdir. Aktiv metal. Baxın, görürsünüz, aktiv metal. Baxın, aktiv metalda hidrogen alındı. Hidrogen hardan getdi? Hardan ayrıldı? Sudan ayrıldı da, təbii ki. Sudan gedən hidrogendir. Düzdürmü? Deməli, 48-ci sualda cavab olacaq elə C variantı. 49-da deyir, hansı duzların məhlulunun elektrolizi zamanı duzun kütləsi dəyişmir? Aha, bu tipli suallar çox, yəni önəmli suallardır. Yəni hansı duzların məhlulun elektrolizi zamanı duzun kütləsi dəyişmir? Diqqət edin, nə deyir? Deyir duzun kütləsi dəyişməsin. Mən bayaq yuxarıda da qeyd etdim. Dedim ki, duzun kütləsi dəyişməyən çox misallar var idi yuxarıda. Dedim ki, aktiv metalların, oksigenli turşularla duzlarının elektrolizi zamanı duzlar olduğu kimi qalır. Elektroliz edən yalnız sudur. Ona görə də burada duzun kütləsi dəyişmədi. Duz əvvəldən necə var idi, elə də qaldı. Amma burada məsəl üçün kalium yodiddə deməli yod elektrolizə uğrayır, duz parçalanır. Məsələn burada mis ayrılır, mis elektrolizə duz parçalanır. Ona görə də 49-da olacaq yalnız 3 D variantı. 50-də deyir ki, hansı duzların məhlulunun elektroliz zamanı duzun kütləsi dəyişmir. Yenə elektroliz zamanı duzun kütləsi dəyişməyən bayaq qeyd etdim ki, aktiv metalların oksigenli turşularının duzu yalnız 2 C variantı. 51-də deyir ki, demək duzlar məhlulların elektroliz zamanı elektrodlarda gedən proseslər katodda su reduksiya olunur, anodda su oksidləşir. Yəni bunlar hamısı elektroliz prosesini biləndən sonra rahat cavablandırılacaq bir suallardır. Baxın, X deməli duzlar deməli X nədir? Katodda su reduksiya olunsun, Y də odur ki, anodda su oksidləşsin. X deməli birinci katodda su reduksiya olunan deməli natrium xloridə baxırıq.
OH, katodda müsbətlər mənfi, katodda nə olur? Deməli deyir ki, su reduksiya olunsun. Baxın, hidrogen əgər buradan getdisə, hidrogen ilk öndə natrium hidrogen ayrılır da, dedik ki, sudan getdisə, deməli su nədir? Elektron katoddan alacaq, yəni katodda reduksiya olunur da, hidrogen reduksiya olundu. Su reduksiya olundu X. Deməli 1 getdi X-ə, 1 gedəcək X-ə. Bu cavab variantını çıxırıq, bunu çıxırıq, 1 gedən X-ə bunu da çıxdıq. Aha, indi məsəl üçün gümüş nitrata baxıram. Tutaq ki, gümüş nitratı, nitrat, HOH. Baxın, katyonlar, anionlar. İlk öncə gümüşlə hidrogenə baxın. İlk öncə gümüş hidrogenlə sağda yerləşdiyinə görə gümüş ayrılacaq. Aha, axı katodda artıq reduksiya metal getdi. Bu da deyir ki, katodda su reduksiya olunur. Bu X-ə getməyəcək. Anodda su oksidaşır, gəlin baxaq. Anodda ilk öncə OH, yəni su oksidaşacaq. OH sudan keçir, gedir yerinə oksigen alınır. Həqiqətən də gördük ki, su oksidaşdı. Yəni 2 gedəcək Y-ə. 2 gedəcək Y-ə. Baxın, 2 gedəcək Y-ə. Artıq cavab məlumdur. Buradan 51-ci sualda olacaq D variantı müəyyən olunubdur. Digərlərini də eyni qayda ilə, yəni eynidir. Bax, bu şəkildə yazıb aydın isə görəcəyik 51-ci sualda cavab olur D variantı.